Salam Necat, səni salamlayıram. İlk növbədə soruşmaq istəyirəm, zədənlə bağlı vəziyyət nətərdir? Özün nətərsən, özünü necə hiss edirsən? Yaxşıyam, hər şey yaxşıdır. Nədən də sağalacaq, az qalır. Daha yaxşı qayıdacağam inşallah. İnşallah. Əlavə olaraq bildirmək istəyirəm ki, Necat bu komandanın kapitanıdır. Bu az yaşda özündən kifayət qədər böyük uşaqlar var, yoldaşlar var. Onların üzərində kapitanlıq kimi məsuliyyəti daşımaq, onları idarə etmək mi deyim, nətərdir, çətindir. Əlbəttə, bu komandanın kapitan olmaq, üzvü olmaq qürur verici bir şeydir, hardan baxsan. Uşaqlar da sağ olsunlar, qulaq asınlar, dediklərimi edirlər. Mən də bacardığım qədər, futboldan anlayışım olduğu qədər istəyirəm ki, uşaqlara kömək edeyim. Əla. Biz yeni bir rubrika başladırıq. Rubrikanın adını belə də qoya bilərik. Ən çox nə? Komandada ən çox nə? Sualı elə birbaşa verirəm. Həmin şəxsin adını çəkə bilərsən. Ən çox adı çəkilən adam, axırda sürpriz var. Axırda göstərəcəyik onda. Və səbəbini də deyə bilərsən nəyə görə. Gedək. Komandada oyununa görə ən çox bəyəndiyin oyunçu. Emil. Emil, Oruc. Oruc'a verin. Bəli. Komandada ən simiz kimdir sənin fikrincə? Camal. Camal. Qəpiyə Camal. Məncə bunun komandanın istənilən oyunçusu bu cavabı verərdi. Komandada ən əli açıq oyunçu. Ən əlatsız Emil Soy. Komandanın ən əzmkar, mübarizə aparan oyunçusu sənin fikrincə. Hamı əzmkardır əslində qalsa, amma yenə Emillə Emildir, Mosudur, Kamildir, bunlar arasında deyib gəlirəm. Amma yenə Emil seçim. Bir nəfər deməlisən. Yenə Emili seçim. Orucu. Tamam, sənin fikrincə komandada məşqləri yola verən oyunçu, maksimum fırlatmağa çalışan oyunçu. Şamal. Həmişə məşqlərə keçkən Camal. Orada da dəqiqədə. Ən çalışqan oyunçu kimi səncə? Ən çalışqan. Məşqlərdə də, ümumi oyunlarda da deyək. Yəni Kamil. Ən tənbəl. Ən tənbəl. Ən tənbəl bizdə oyunçular var, bir iki də. Səlim deyə. Səlimi deyirsən. Tamam, belə bir sual. Səlimin adından sonra bu sualın gəlməyi bəlkə də yaxşı oldu. Gələcəyini potensial olaraq ən güclü gördüyün oyunçu. Yenə Səlimdir. Rəqib olaraq oynamaq istəməyəcəyin oyunçu. Yəni oyununun güclülüyünə görə demirəm, bəlkə sərtliyinə görə, bəlkə nəyə görə. Bax, istəməzsən də komandadakı bu oyunçuya görə. Sındırır, biraz sındırır. Tamam, ən istedadlı. Kamil. Ən çox söyüş söyən. Eyüp. 2 dəfə Eyüp. Ən zarafatçıl, ən çox zarafat eləyən, deyən, gülən. Ən çox bizim komandada əhval-ruhiyyə həmişə yəni yaxşı vəziyyətdə olub, yaxşı modda olub. Amma Süleyman deyir. Ən çox yemək yeyən oyunçu. Yəni ən çox yemək yeyən insan, yəni beşinə baxanda da birinci əslində Mosul ağılıb gəlir. Və deyir diyetadayam falan filan. Mən elə şeylərə inanmıram açığı. Yəni hardasa elə burada 200-300 qram artıq kalori itirir. O da elə bir şey deyir. Açığı mən də inanmıram. Elə açığı mən də inanmıram. Nəsə də özün qulağından iraq. Ən zövqlü geyinən oyunçu. Bax, geyim tərzini bəyəndiyim biri. Geyim tərzini bəyəndiyim biri. Zahir deyim. Zahir. Əksini soruşaq, ən zövqsüz. Kamal. Paşa. Ən zövqsüz Kamal. Yəni bu insan restoran hara gedir, yəni şortik tapıb çıxar. Yəni bunun başqa paltarı yox. Paltarların da hamısı işdən gəlir. Tamam. Yaxşı, komandada ən ciddi. Yəni çox elə zarafat eləməyən, elə adı üstündə də ən ciddi oyunçu səncə? İlkin. Ən çox yalan danışan. Bizdə açığı belə 100% yalan danışan insan yoxdur, amma arada atanlar olur. Məsələn, Kamal kimlər yenə arada atır da hardasa. Deyirsən hədiyyə Kamala düşəcək günləri. Yəqin ki. Ələsgər də ola bilər əslində yalan danışan. Ələsgər də ola bilər. Bir iki dəfə maşın ələsgər deyir. Maşın məsələlərində bir iki dəfə yalan danışan. O var da, baldırım. İşdən gəlirəm, da belə şeylər. Bir dənə. Yaxşı, ən çox danışan oyuncu. Ən çox danışan Eyüp.
Komandanın texi, texi. Elə Komandanın- uşaqların arasında da belə bölüşdürürlər Tamam. texilər. Komandanın Səncə ən çoxu, ən Komandanın- güclüsü Teksi biz Süleymanla, əslində Süleymana deyirlər, amma məncə bu da Eyüpdür. o da Məncə yoxdur. Eyüp, bəli. Tamam, komandada sonuncu sualdır bu. Ən vecsiz adam. Yəni ki, bir sözü bunlar 50 dəfə deyirsən, xeyri yoxdur, çıxır yenə həmin şeyi oynayır. Bax, bu xarakterli. Vurdum duymaz da belə deyirlər. Orada variantlarımız çoxdur. Yəni sizdə bu sualda variantlarımız çoxdur. Səlim var, Kamal var, Eyüp var. Bunlar hardasa biraz vecsizdilər. Amma mən Kamal demək istəyirəm. Qoy hədiyyə Deyirsən ki, qoy hədiyyə hədiyyə Kamala Kamal deyirsən. deyirsən. Çünki olmasa mənim də başım ağrıyır. Belə şey Kamal olsun. Tamam Necat, sənə təşəkkür edirəm. Siz sağ olun, Çox sağ təşəkkür ol. edirəm. Çox sağ ol ki, zədən olmasına baxmayaraq komanda ilə bir yerdəsən. Bilirəm sən onu özünə borc kimi bilirsən. Sən çünki bu komandanın kapitanısan. Sənə də gələcək həyatında, özünün professional həyatında, professional karyeranda uğurlar arzu edirəm. Mən də bütün buradan bizi izləyən olan insanların hamısını salamlayıram. Komandamıza dəstək olmağa çalışın. İnşallah biz daha yaxşı yerlərə gəlib çıxacağıq. Salamlayıram hamını. Uğurlar hamını. Kamal, gəl, hədiyyə sənindir. Gəl hədiyyəni təqdim eləyək. 4, 5, 6, 7, 8, 9, 10, 11 eləyərdin də, tamam.